Salam dostlar, sizinlə mən Emin Quludur. Sizə Qulu qrupun təqdimatında 20 gündə ingiliscə kitabımızı təqdim edirəm. Bu 174 səhifəlik kitab, giriş, yəni izahat və təlim, 20 gün dərs və bonus hissədən ibarətdir. Bundan başqa kitabda Emin Qulunun dünyada bənzəri olmayan bir mətndə dil proyekti də öz əksini tapıb. Qrammatika. İngilis dilinin qrammatikası olduqca asandır. Bu təlimdə biz İngilis dilinin qrammatikasını 4 hissəyə bölürük. Feillər, modal feillər, zamanlar və əlavələr. Bu bölmə ona görə əlavələr bölməsi adlanır ki, bura İngilis dilinin qrammatikasının ikinci dərəcəli hissələri daxil edilmişdir. İsim, zərflər, sifətlər, saylar və bir sıra digər ifadələr. There is, there are, how long does it take, used to, prefer və s. İngiliscədə bütün dillərdə olduğu kimi ən mühüm feil olmaq feilidir. Yəni to be. Demək olar ki, dünyanın bütün dillərində olmaq feili zamana və şəxs əvəzliklərinə görə hallandıqda formasını saxlamır, yəni dəyişir. İndiki zamanda 3 forması var. Am, is, are. Am birinci şəxsdə, yəni mənlə, is bütün şəxslərin təkində, are isə bütün şəxslərin cəmində işlənir. I am, you are, he is, she is, it is, we are, you are, they are. Bu bizim dilimizə təqribən belə tərcümə olunur. Mənəm, sənsən, bizik, sizsiz, onlardır. Keçmiş zamanda isə təkdə was, cəmdə isə were işlənir. I was, you were, he was, she was, it was, we were, you were, they were. Yəni, mən idim, sən idin, o idi, biz idik, siz idiniz, onlar idilər. Amma gələcək zamanda yalnız bir forma var. Will be. İngilis dilində bütün feillərin gələcək zamanı to be də daxil olmaq şərti ilə will gələcək zaman ədatı ilə işlənməklə düzəlir. I will be, you will be, he will be, she will be, we will be, they will be. Yəni, mən olacağam, sən olacaqsan, o olacaq, biz olacaq, siz olacaqsınız, onlar olacaqlar. İndi isə birinci bölməmizə baxaq. Feillər bölməsi. Feil bütün dillərin ən əsas bölməsidir. Çünki feil yeganə nitq hissəsidir ki, tək olaraq da cümlə qura bilər. Məsələn, əmr cümləsi. Get, yəni go. Feilin ən vacib tərkib hissəsi həm də məstər hissəciyidir. To. Sual ola bilər ki, axı cümlədə feil şəxsə və zamana görə hallananda məstər hissəciyi atılır. Düzdür. Bəs onda niyə o əhəmiyyətlidir? Cavab. Feilin məstər forması həmən feili cümlədə ikinci feil kimi işlətməyə lazımdır. Məsələn, I go, mən gedirəm. Burada getmək feili cümlənin əsas feilidir və məstər işlənmir. Gəlin getmək feilini cümlədə ikinci feil kimi işlədək. I want to go. Mən getmək istəyirəm. Getmək burada ikinci feil kimi işləndi. İngilis dilində feillər iki cür olur. Qaydalı və qaydasız. Bundan əlavə hər bir feilin 3 forması vardır. İndiki zaman forması, keçmiş zaman forması və feili sifət forması. Feili sifət bütün dillərdə var. Müxtəlif dillərin qrammatikasında onun adı nə olursa olsun, hər feilin feili sifət funksiyasını daşıyan mütləq bir forması vardır. Feili sifət özü iki cür olur. Keçmiş zaman feili sifəti və indiki zaman feili sifəti. İndiki zaman feili sifəti İngilis dilində istənilən feilə ing şəkilçisi artırmaqla düzəlir. Bu dilimizə an-ən şəkilçisi kimi tərcümə olunur və sanki peşə bildirir. Qaçan, gedən, baxan, yazan. İngiliscə running, going, looking, writing və s. Keçmiş zaman feili sifəti isə hər feilin üçüncü formasıdır. Bu isə dilimizə edilmiş, kimi tərcümə olunur. Yəni, hərəkət baş verdikdən sonra əşyanın düşdüyü vəziyyəti bildirir. Bu isə cümlədə subyekt və obyektin vəziyyətini bildirmək üçündür.
Cümlə xüsusilə subyekt, feil və obyektdən ibarət olur. Demək olar dünyanın bütün dillərində cümlələr belə qurulur. Lakin Azərbaycan dilində bu subyekt, obyekt, feildir. Yəni obyektlə feilin yeri fərqlidir. Buradan belə anlaya bilərsiniz ki, dünyanın bütün dillərində cümlə əsas 3 sözlüdən ibarət olur. Digər mürəkkəb cümlələr isə bu 3 sözlü cümlələrin birləşməsindən əmələ gəlir. Və hər iki feili sifətin rolu burada böyükdür. İndiki zamanın feili sifəti subyektin halını, keçmiş zamanın feili sifəti isə obyektin halını bildirir. Yəni, subyekt edəndir, obyekt edilmiş olandır. İndi isə qaydaq feilin 3 formasına. Feillərin qaydalı və qaydasız olmağının səbəbi də elə budur. Çünki qaydalı və qaydasız feillərdə həmən bu 3 formanı düzəltmək eyni cür baş vermir. Qaydalı feillərdə feilin kökünə id artırmaqla feilin keçmiş və feili sifət formasını düzəldirik. Qaydasız feillərdə isə bu fərqlidir. Yəni, kökündən dəyişməklə düzəlir. Misal, qaydalı feil. Live, lived, lived. Yaşamaq, yaşadı, yaşanılmış. Qaydasız feil. Do, etmək, did, etdi, done, edilmiş. Keçmiş zamanın feili sifəti 3 cür işlənir. 1. Adi sifət kimi. 2. To be feili ilə məchul növ düzəltmək üçün. 3. Və to have feili ilə bitmiş zamanları düzəltmək üçün. Feillər haqqında bu qədər.